barmaqların var olsun. Bu sənəti sevdirənlərin yolu ilə gedirsən. Yəqin ki, sənin öz sevənlərin var. Gələcək sənətkarlardan da gənclikdə sənə baxıb, səni özlərinə ideal seçib sənəti davam etdirəcəklər. Təşəkkür edirəm. Bu mahnının əvvəlində başladığım musiqi mənə elə gəlir ki, az ifa olunan bir musiqidir. Yəni mən nə musiqi şünas deyiləm, nə də musiqiçi deyiləm. Amma sadəcə olaraq ansambllarından bir yerdə olduğuma görə o mahnı mənə elə gəlir ki, mən onu desəm az eşitməmişəm, biraz nəsə anlaşılmazlıq olar. Çox sağ olun, Qanməliyəm. Həm xoş gəldi, həm də mənim üçün yenilik oldu, yeni oldu. Çox sağ olun, Qanməliyəm, təşəkkür edirəm. Üzr istəyirəm buradan bəstəkarlarımızdan, bu mənim özümün bəstəmdir. Yəni, maşallah. Öz ifamda olub, öz ifam bəhrəsidir, belə deyim. İnşallah izləyicilərimiz də sosial şəbəkədə öz fikirlərini bildirər, Allah qoysa. Yaxşıdır, davam eləmək lazımdır. Hər böyük iş xırda bir işdən başlayır. Və insan həmişə arzu eləməlidir. Deyir, hər son yeni bir başlanğıcın əvvəlidir. Yəni, irəli getmək üçün çalışmaq lazımdır. Təbii ki. Öz üzərində işləmək lazımdır. Sənətinə hörmət eləmək lazımdır. Sevmək lazımdır. Ən azından sənətini sevməlisən ki, səni də sevib qəbul eləsinlər. Ansambl